həftə dünya valyuta birjalarında avro və funt sterlingin qiymətlərinə təzyiq artıb. Avropa Mərkəzi Bankının Avrozona iqtisadiyyatı ilə bağlı gözləntilərini azaltması və Böyük Britaniyada keçirilən parlament seçkilərində baş nazir Tereza May'in rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının üstünlüyü itirməsi birjalarda bu valyutaları sürətlə ucuzlaşdırıb. Biz avronun dollara nisbətən məzənnəsi ilə tanış olduqda 1 dollar 12 sentə kimi ucuzlaşdığının və bu səviyyənin altında qaldıqca əlavə olaraq 1 dollar 11 sentə kimi də ucuzlaşmasını proqnozlaşdırılır. Funtun dollara nisbətən məzənnəsi isə sürətlə nəticələrin açıqlanmasından sonra 1 dollar 27 sentə kimi 2%-dən çox dəyər itirdi. Əgər gələcək günlər ərzində qiymət ucuzlaşmaqda davam edərsə, əlavə olaraq 1 dollar 25, 1 dollar 23 sentə kimi də ucuzlaşa bilər. Əlvan metallar bazarında qızıl da dəyər itirib. Qiymətli metalın qramı hazırda 41 dollara ticarət olunur. Gələn həftə Amerikada federal ehtiyat sisteminin faiz dərəcəsini artıra biləcəyi gözləntiləri əlvan metallar bazarlarında qızıl qiymətinin qismən ucuzlaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1271 dollar kimi ucuzlaşır və bu səviyyənin altında qalarsa, əlavə olaraq 1263 dollar kimi də ucuzlaşa bilər. Enerji bazarlarında isə bareli 47 dollara ticarət olunan neftin yenidən 53 dollara kimi bahalaşacağı proqnozlaşdırılır. Dünya maliyyə bazarlarında yaşananlar investorlar tərəfindən diqqətlə izlənilir. Bir qrup vəsait sahibi yerli investisiya şirkətində tədris kursu keçərək birjalarda ticarəti özləri həyata keçirir. Digər qrup isə bunu peşəkarlara həvalə edir. Müəyyən sərmayə sahibləri var ki, onlar müxtəlif səbəblərdən dünya maliyyə bazarında iştirak edə bilmirlər və vəsaitlərinin etibarnamə əsasında investor şirkət tərəfindən idarə olunmasında maraqlıdırlar. Bu cür sərmayə sahiblərinə şirkətimiz tərəfindən aktivlərin etibarnamə əsasında idarə olunması xidməti təklif olunur. Bu xidmətin əsas unikallığı ondan ibarətdir ki, gərili dünya maliyyə bazarında müxtəlif maliyyə alətlərinin qiymət dəyişməsindən formalaşır. Digər üstünlüyü isə birjalardakı yüksək gəriliyi və yüksək dinamikadır. Aktivlərin etibarnamə əsasında idarə edilməsi zamanı hər bir müştəriyə yatırım etdiyi vəsaitin məbləği və hədəf götürdüyü gəlirdən asılı olaraq individual yanaşma tətbiq olunur. Bu xidmət investorlara maliyyə bazarlarından risksiz və sabit gəlir əldə etmə imkanı verir.